Mən Eyvazlı İlkin Altayoğlu, 2-ci Qarabağ müharibəsi iştirakçısıyam. Cənab Prezident tərəfindən 4 medalla təltif olunmuşam. Laçın, Zəngilan, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Buradan Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə səslənmək istəyirəm ki, xahiş edirəm mənə dəstək olsun, kömək olsun. Fevral ayında Rikon şirkətində təsisçisi Rəşad İsmailov, Rəşad Rəhimoğlu olan Rikon şirkətində elektrik vəzifəsində çalışıram. Bir dənə mənə fevral ayının yarım maaşı ödənilibdir. Ondan bu tərəfə günü bugünə kimi heç bir maaşım ödənilməyibdir. Bu maaşın bu qədər gecikdirilməsi məndə müəyyən bir maddi və mənəvi sıxıntılar yaratdı. Bank borcları, lombard borcları hamısı yığılıbdır üstbəüz. Çox çətin və acınacaqlı bir vəziyyətdə qalmışam. Mən inanıram ki, Cənab Prezidentimiz İlham Əliyev bu barədə mənə dəstək olacaq, mənə bir köməklik göstərəcək. Lazımi qurumlara xahiş edirəm, lazımi tapşırıqları verəsiniz ki, bu pulun alınıb verilməsində mənə köməklik göstərsinlər. Əmək müfəttişinə şikayət eləmişəm, lazımi orqanlara şikayət eləmişəm. Yəni, onlar da ki, maksimum cərimə eləyə biliblər, şirkətin direktorunu da cərimə eləyiblər. Çox xahiş edirəm Cənab Prezident, lazımi orqanlara öz göstərişinizi, öz tapşırığınızı verəsiniz ki, mənə dəstək olsunlar. Mən bilirəm, mən sizə güvənirəm, mən sizə inanıram ki, siz müharibə veteranları, qazilər və şəhid ailələrinə necə xüsusi diqqət yetirirsiniz və öz xüsusi tapşırıqlarınız var ki, dövlət orqanlarına və özəl sektorlara ki, onlara xüsusi diqqət və qayğı göstərilsin. Mən bunları dəfələrlə İsmailov, Rəşad Rəhimoğluna xatırlatmama baxmayaraq mənə cavab belə vermir. Telefonlarımı götürmür. Sizin göstərişlərinizi video çəkiliş şəklində onlara atıram, baxır, heç bir cavab vermir. Mən inanıram ki, siz mənə kömək və dəstək olacaqsınız bu barədə. Əvvəlcədən çox sağ olun.